Yaşar, cemaat deyir ki, Yaşar qoyunu satır. Yalan sözüdür, söz dolu söz. Allah malına bərəkət versin. Yaşar, nə qədər heyvanın var? 600 baş qoyundur. 600 baş. Evet. 600 başın dedin içine 15-20 tane zayıf büyük koyunları var. O dedin çoban olsun. Amanat dedin çoban olsun. Yaşar bak bunlar da səhətlər yağın. Şimdi uzaklar 15 tane 20 tane teyze yok. Hadi 20 tane. Yaşar bak bu qoşlar da qardaş dedin qoyun qiymətinə verir. Yəni bir 100 alana da versə fərqi yoxdur. Maşallah olsun ne Yaşar. Yaşar çok hoşuma gelen heyvandı. Allah bərəkət versin heyvanına. Maşallah olsun süper heyvandır. Yaşar bunu qardaş malla maşından bartel eləyirsən. Yedin ama ona göre ben yanım ürəyi açıq səndən söhbət edirəm mən belə. Allah heyvanına bərəkət versin. Hoşuma gelen heyvandır. Maşallah maşallah. Bakın değerli kardeşler. Kişinin heyvanı hamısı qızıl yerində. Hamısı bota-bot birinci, ikinci, üçüncü qarıqamış şey. Hay maşallah. Bak bu qoçu versən də qoyunun üstünə təmiz bir qarğala tutursun. 60'dan yukarı 70'e gibi 100'e kimi alan adama hayat. Daha 20 koyun alanı, 30 koyun alanı yok. Koç vermem, o yalan yok. Aşağı onunla yan qiyməti var da, Ya o kıymetine ayrı şey. Heç nə qardaş, Allah bərəkət versin. Baba yatdı, baba. Baba, bir də doğru.